Ölkəmizdə təxminən 500 min əlilliyi olan şəxs var. Onların hüquqlarının qorunması, diqqət və qayğı ilə əhatələnməsi hər zaman prioritet məsələlərdən biri olub. Qəhrəmanım Abdulbağı Abdullayev 2011-ci ildə gözlənilmədən qəza keçirib. Başına gələnlərlə uzun müddət barışmayıb, özünə qapanmağı, evdən çıxmamağı seçib. Zamanla həyata dönmək, cəmiyyətin bir üzvü olmaq istəyi sonda onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə gətirir. Hazırda həftədə 3 dəfə bədii oyma sənəti ilə məşğul olan Abdulbağı mərkəzdə həssas münasibətlə əhatələnib. Öz işimi qurmaq üçün, öz emanət xanımı açmaq üçün bura gəldim. Bura elə bir oymada mən elə bir ki, özümü tapıram da. Bir sözlə hər şeyi unuduram. Bura girəndə burada vaxt elə bir gedir ki, elə bir 2 saat hiss eləmirsən, 5 dəqiqədə girmişsən. Onda görürsən ki, 2 saat yox oldu, çıxıb gedirsən. Emanət xanımınızı aşa bilmişsinizmi? Xeyr açmamışam. İnşallah buranı bitirəndən sonra fikrim var ki, basacam Allahın köməlinə. Abdulbağı təlimlərdən əldə etdiyi biliklərlə taxta üzərində milli abidələrimizi, müxtəlif ornamentləri həkk etdirir. Sevdiyi işlə bərabər cəmiyyətə atılmaq ona yeni dostlar, hətta ömür gün yoldaşı da qazandırıb. Bu mərkəz məni çox dəyişdi, həyatımı. Həddindən artıq çox dəyişdi. Məsələn, mən mərkəzdə ailə qurdum burada. Xeyir-işət də gördüm və indi 2 uşaqlarım var. Belə çox xoşbəxtəm. Belə bu mərkəzlərin olmağı çox yaxşıdır. Mənim kimi olan əlilliyi olan şəxslər məsələn gəlirlər belə yerə, burada da ailədə qura bilirlər. Məsəl üçün cəmiyyətdə qarışa bilirlər. Biz burada təlimlər keçiririk. Məsələn mən gedirəm evə gedəndə, evdə olanda özüm işləyirəm, öz fərdi işlərimi görürəm və onlarla sərgilərə çıxıram, satıram, satış edirəm. Hazırda mərkəzdə Abdulbağı kimi 160-dan çox əlilliyi olan şəxs təlimlərdən faydalanır. Bu yolla onların cəmiyyətə inteqrasiyası, sosial həyatda fəal iştirakları təmin edilir. Təlimçi Asif Qasımov isə artıq uzun illərdir sosial həyata inteqrasiya olub. İndi isə tələbələrinin cəmiyyətdə mövqe tuta bilməsi onun başlıca qayəsidir. Bizim belə deyək, benefisiarlarımız çox olub indiyənə qədər. Bizim bədii oyma otağından desək, təxminən 40-a yaxın məzun olmuş tələbələrimiz var. Bizim mərkəzin buradan yetişdiyi tələbələrin artıq bir çoxsu bizim filallarda ondan yuxarıdır ki, təlimçi kimi işləyirlər. Çalışırıq ki, bunları özünə məşğulluq proqramlarına qoşaq, onlardan alınan aktivlərini özlərinin emalatxanalarını açsınlar və orada aktiv, belə deyək, öz şəxsi emalatxanalarını işləyə bilsin. Ölkəmizdə əlilliyi olan kifayət qədər şəxs cəmiyyətdə müxtəlif mövqelər tutub, işlərdə çalışırlar. Aralarında vəzifəli şəxslərin də olduğu bu vətəndaşlarımızı sosial sferanın bütün sahələrində görmək mümkündür. Əlilliyi olan şəxslər üçün yolların açılışlarıdır, parkların salınmasıdır, parklarda əlilliyi olan şəxslər üçün idman alətlərinin olunmasıdır. Belə deyək, nəqliyyat vasitələrində əlilliyi olan şəxslərin rahat hərəkət etməyi üçündür. Metrolarda son belə deyək, illərdə deyərəm ki, 10 ildən artıq metrolarda bizim əlilliyi olan şəxslər rahat istifadə edə bilirlər. Bunun hamısı əlilliyi olan şəxslərin hüquqlarının qorunması deməkdir. Və bir çox təşkilatlarda, şirkətlər, dövlət işlərində əlilliyi olan şəxslər işləyir. Bunların hamısı onlara qayğının nə dərəcədə yuxarı olduğu göstərilir və görünür. Digər qəhrəmanımız isə Xaliq Şərifovdur. Xaliq, mənim sizin kimi musiqi istedadım yoxdur, təəssüflər olsun ki, halbuki çox arzulayardım ki, elə bir istedadım olsun. Neçə müddətdir məşğulsunuz siz? Uşaqlıqdan həvəs var idi musiqiyə. Sadəcə mən 20 yaşlarında kəşf elədim ki, mənim istedadım var və bu sahə üzrə istedadımı genişləndirmək üçün dərs almağa başladım fərdi şəkildə. Sonra Milli Konservatoriyaya qəbul oldum, milli vokal ixtisası üzrə. Oranı bitirdikdən sonra Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi haqqında məlumat aldım və bura müraciət elədim. Öncə mərkəzdə vokalın dərinliyini öyrənən Xaliq hazırda özü təlimlər keçir. Tələbələrini öyrətməklə yanaşı müxtəlif tədbirlərdə, festivallarda iştirak edir. Mən birinci qrup görmə məhdudiyyət
məhdudiyyətliyəm. Bu mənim sosiallaşmağıma çox böyük təsir elədi. Həm ixtisasım baxımından, həm cəmiyyət baxımından, yəni çox böyük təsir elədi. Bizim hüquqlarımız qorunur, bizə xüsusi qayğı ilə yanaşırlar. Yəni bizim cəmiyyətə inteqrasiyamıza çox böyük töhfələr verilir. Həm ixtisasımız, fəaliyyətimiz daha böyük, geniş auditoriyalara çatdırılır. Bu da bizim üçün çox gözəl, əlverişli bir işdir. Yəni artıq böyük səhnələrdə ifa edirik, konsert veririk. Qəhrəmanlarımızla tanış olduğumuz mərkəz isə 3 ildən çoxdur ki, fəaliyyət göstərir. Burada əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara xidmət göstərilir. Bugünə kimi mərkəz və onun filiallarında 514 nəfər əlilliyi olan şəxsə xidmət göstərilib. Bəli, bugün əlilliyi müəyyən olunmuş şəxslərin hüquqlarının müdafiəsi günüdür. Lakin ölkəmizdə bu kateqoriyadan olan şəxslərin hüquqları nəinki bugün, ilin